Xəzər dənizində formalaşan intensiv xarakterli ildırım dolu buludların təsirindən hazırda Bakının Maştağan, Nardıran, Mərdəkan, eyni zamanda Binə qəsəbəsində, Zirə ərazisində və Öfsanda güclü ildırım dolu prosesləri müşahidə edilir. Hazırda Xəzər dənizinin şimal hissəsində formalaşan intensiv güclü xarakterli ildırım dolu buludunun, yəni aktiv fırtına buludlarının aktiv inkişafı müşahidə edilir və nəticədə hazırda Bakının xüsusilə də şimal-şərq ərazisində Maştağan, Nardıran, Mərdəkan, Binə qəsəbəsində intensiv deyilə biləcək bir şiddətlə dolu ilə müşahidə edilən ildırım fırtınası qeydə alınır. Bu proses çox təhlükəli hidrometeoroloji proseslər kateqoriyasına aiddir və çöldə mümkün qədər, açıq havada mümkün qədər az olmaq vacib sayılır. Bu tip proseslər 15-20 dəqiqə, bəzən 30-40 dəqiqə və 1 saata qədər davam edə bilər və bu müddət ərzində açıq havada olmaq xüsusi risk daşıya bilər. Çünki dolu dənələri bir qədər iri dənələr yağa bilər, ildırım vurma hadisələri və güclüklər nəticəsində bəzi tikililərin, yarı tikililərin dağılması ehtimalı da var. Bu risklər nəzərə alaraq, hava şəraitinə uyğun olaraq xüsusilə də çöldə uzun müddət açıq havada qalmaq təhlükəli sayıla bilər.